Salam dostlar, bu gün sizlərlə birlikdə maraqlı bir riyaziyyat sualına baxacağıq. Bu sual Respublika Fənn Olimpiadaları 2016-cı il final turuna düşmüş ilk sualdır. Gəlin birinci sualın şərti ilə tanış olaq. Deməli, koordinat müstəvisində təpə nöqtələri verilmiş bu tənliyin tam həll cütlərindən ibarət olan qabarıq çoxbucaqlının perimetrini tapmalıyıq. İndi birinci növbədə əlbəttə ki, bu tənliyi həll etməliyik. Tam həll cütlərini istədiyi üçün bu tənlik avtomatik olaraq bir Diofant tənliyinə çevrilir. Və bu Diofant tənliyini həll etmək üçün bizim bəzi metodlarımız var. Bunlardan birincisi verilmiş tənliyi A vur B bərabərdir C formasına gətirməkdir. Burada A və B dəyişənlərdən ibarət vurublar. C isə bir tam ədədə bərabər olmalıdır ki, sonra biz bu tam ədədin bölənlərini bütün fərqli kombinasiyalarda verilmiş vuruqlara bərabərləşdirərək fərqli tam həllərin hamısını tapa bilək. İndi bizdə verilmiş tənliyi gəlin birinci dəyişənlərin hamısını bir tərəfə yığaraq bu formada yazaq. Çıx x çıx 2y bərabərdir 9. Sonra isə görürəm ki, burada x, y və mənfi 2y bir hədlərində sadəcə y vuruğu var. Ona görə y-i mötərizə xaricinə çıxarsam, burada x çıx 2 qalır. Geriyə qalan ifadə isə olur x kvadratı çıx x. İndi sol tərəfdə x çıx 2 vuruğu yarandısa, mən sağ tərəfdə də x çıx 2 vuruğunu yaratmağa çalışmalıyam. X kvadratı çıx x ifadəsini nə ilə tamamlasam və vuruqlara ayrılanda x çıx 2 ifadəsinə bölünər. Bunu sağına sadəcə bir çıx 2 əlavə eləyərək sağ tərəfdən də 2 çıxaraq 7-yə bərabərləşdirəcəyik. Çünki bu ifadə asanlıqla vuruqlara ayrılacaq və vuruqlarından biri x çıx 2 olacaq. Bu şəkildə y x çıx 2 üstə gəl. Verilmiş bu ifadəni vuruqlara ayırsaq olacaq x çıx 2 x üstə gəl 1 bərabərdir 7-yə. Buradan x çıx 2-ni çıxardırıq mötərizə xaricinə, qalır y üstə gəl x üstə gəl 1 bərabərdir 7-yə. Yəni sualın demək olar ki, ən çətin deyə biləcəyimiz hissəsi bura qədər olan hissə idi. İndi bundan sonra fərqli kombinasiyaları yoxlayaraq bütün tam həll cütlərini tapmağa çalışacağıq. 7-nin burada sadə ədəd olması da, yəni sağ tərəfdə qalan C ifadəsinin bayaq göstərdiyim buradakı sadə ədəd olması bizim işimizi daha da asanlaşdırır. Çünki sadə ədədin vuruqları yalnız 1 və özünə bərabərdir, tam vuruqları. Bu ifadəni 1 vur 7 və ya mənfi 1 vur mənfi 7 kimi yaza bilərəm. Ancaq bunların yer dəyişmələrini də nəzərə almalıyam vuruqların yerinə görə. Yəni toplam 4 dənə müxtəlif variantım var, hər birini yoxlayacağam. Birinci variantım odur ki, x çıx 2 ifadəsi 1-ə bərabər olsun. Y üstə gəl x üstə gəl 1 ifadəsi 7-yə bərabər olsun. İkinci versiyam o olacaq ki, x çıx 2 bu dəfə 7-yə bərabər olsun. Y üstə gəl x üstə gəl 1 1-ə bərabər olsun. Üçüncü hal x çıx 2 mənfi 1 y üstə gəl x üstə gəl 1 mənfi 7 olsun. Son olaraq dördüncü halım isə olacaq x çıx 2 bərabərdir mənfi 7 y üstə gəl x üstə gəl 1 ifadəsi isə mənfi 1-ə bərabər olsun. İndi bunların hər birinin tam həllərini tapmalıyıq. Birinci ifadəyə baxsaq x 3 olur. X-in yerinə 3 yazsaq burada y də 3 alınır. Deməli, bu sistem tənliyin kökü 3-3-dür. İkinci ifadədə eyni ilə x 9 alınır. 9-u gətirib burada yerinə yazsaq y mənfi 9 alınır. Deməli, digər bir kökü olacaq 9 mənfi 9. Bu ifadəyə baxsaq x 1 alınır. Uyğun olaraq y də mənfi 9 alınır. Deməli, bunun kökü olacaq 1 mənfi 9. Son tənliyimizdə isə x mənfi 5-ə bərabər olacaq. Mənfi 5-i gətirib burada yerinə yazanda y-imiz 3 alınacaq. Deməli, bir kökümüz də oldu. Mənfi 5, 3. İndi şərtimizə qaydırıq. Şərtdə bizə deyirdi ki, koordinat müstəvisində təpə nöqtələri verilmiş tənliyin tam həll cütlərindən ibarət olan qabarıq dördbucaqlı. Deməli, bizim bir qabarıq dördbucaqlımız var. Daha doğrusu çoxbucaqlı deyirdi. Yəni, biz 4 dənə həll tapdığımız üçün təxmin edirik ki, bu artıq bir dördbucaqlı olacaq. Çünki koordinatlar bir-birlərindən fərqlidir. Və bu dördbucaqlını indi koordinat müstəvisində çəkib perimetrini tapmağa çalışacağıq. Ona görə ekranımızı biraz aşağı eləyək. Birinci buradan
həllərimizi qeyd eləyək tapdığımız. Deməli, biri 3 idi, digəri 9 -9, sonra 1 -9, bir də -5, 3 idi. İndi burada yer açmaq üçün ekranı biraz aşağı eləyib, bir koordinat müstəvisi çəkib, burada verilmiş nöqtələri qeyd edilərək bu dördbucaq, qabarıq dördbucağın nəyə bənzədiyini anlamaya çalışacağıq. Birincisi 3 nöqtəsi olduğu üçün A təpəsi deyək buna. İkincisi 9 -9, deməli 9, burada da bir yerdə -9 qeyd eləyək, təqribi əlbəttə qeyd edirik bunları. B olsun, sonra 1 -9, təxminən bura 1 desək, bura C nöqtəsi olsun, bir də -5, 3. Təxminən -5 nöqtəsi bura düşsə, -5, 3 nöqtəmiz də burada D təpəsi olsun və bunları müvafiq formada qabarıq çoxbucaqlı dediyi üçün bu formada birləşdirməliyəm ki, bir qabarıq dördbucaqlı alınsın. Və bu dördbucaqlı əslində şəkildən də rahatlıqla görə biləcəyiniz üzrə bir paraleloqram olacaq. Niyə? Çünki A və D təpələrinin Y-ləri eynidir. Eyni ilə B və C təpələrinin də Y-ləri eynidir. Oradan bu nəticə çıxır ki, deməli AD tərəfi BC tərəfinə paraleldir və AD-nin uzunluğu A3D -5 nöqtəsinə uyğun gəldiyi üçün absisdə o AD-nin uzunluğu olacaq 3 çıxılsın -5, yəni 8. Eyni ilə BC-nin uzunluğu da fikir versəz, B9 nöqtəsinə gəlir, C1 nöqtəsinə gəlir, 9-dan 1 çıxsaq, BC tərəfdə olur 8. Aha, deməli, bu tərəflər həm paralel olduqları üçün, həm də uzunluqları eyni olduqları üçün avtomatik olaraq bu dördbucaqlı bir paraleloqrama çevrilir. İndi isə qaldı AB və DC tərəflərini tapmaq. Bu tərəflərin zaten birini tapsaq, digəri də ona bərabər olacaq. İndi gəlin, məsəl üçün, A koordinatını qeyd eləyək, 3, 3 idi, B isə 9, -9 idi. Burada sadəcə kiçik bir analitik bilik, analitik həndəsə biliyi lazımdır. İki nöqtə arasındakı məsafənin tapılması. Onun da düsturu bildiyiniz kimi bu formadadır. D bərabərdir, kök altında x2 çıx x1-in kvadratı, üstə gəl y2 çıx y1-in kvadratı. Deməli, bizə verilən ifadələrdə uyğun qiymətləri aparıb yerinə yazsaq, deməli, D bərabər olacaq kök altında 9 çıx 3-ün kvadratı, üstə gəl -9 çıx 3-ün kvadratı. Bu ifadəni də açıb sadələşdirsək, rahatlıqla görə bilərik ki, 6 kök 5-ə bərabərdir. Deməli, AB-nin də uzunluğu 6 kök 5-dir. Paraleloqram olduğu üçün DC AB-yə bərabərdir və DC-nin də uzunluğu 6 kök 5-dir. Deməli, bizdən yekun olaraq istədiyi nə idi? Bu qabarıq çoxbucaqlının perimetrini tapmaq. Tərəfləri toplasaq, perimetr bərabərdir. 16 üstə gəl 12 kök 5. Bu şəkildə bu sualı həll eləmiş olduq. Daha çox bu tip sualların həllərini görmək üçün izləmədə qalın. Sağ olun, gününüz xoş keçsin.